Mən başqa bir arqumentdə deyildim. Baxın, mən deyirsiniz düzdür. Bax mən əvvəldə qeyd elədim. İqtidarsa iqtidarın hamısını təyin eləmək səlahiyyəti var. Özüm gəlmişəm hakimiyyətə. Pis yaxşı mənim kadrlarım olsun. Hə bunun haqqı var, konstitusiyon hüququ var filan 5 məkan. Türkiyədə bunun əlavə nümunələri də var. Məsələn, Dövlət Bağçalı MHP heç bir iqtidar nümayəndəsi deyil, müxalifətdə də üçüncüdür, CHP-dən sonra HDP-dən də sonra indi HDP başqadır, üçüncü, dördüncü partiyadır. Amma görürsünüz bir çox vəzifələrə AK Parti MHP-nin kadrlarını yerləşdirir. Olsun. Biz də şərt deyil ki, biz koalisyon olaq. Verin olsun. İkinci bir məsələ. Baxın. Yeni Azərbaycan Partiyasını zəiflədin. Koalisyon gəlin olsun. Yeni Azərbaycan Partiyası mütləq qalib gəlib zəiflədə bilməyəcəksiniz. İnanın ikinci onu. bir prezident Əksinə güclənir. Prezident Yenilənir daha da, yeni simalar gəlir, güclənir. Mənim dediyim prezident zaten prezidentin belə deyək də icralarında var bu mənim dediyim